Türkiyənin istedadlı rejissoru Zəki Dəmirqubuzun Məsumiyyət adlı bir filmi var. Bu filmin sonunda rejissor ekrana İrlandiyalı yazıcı Samuel Beckett'dən bir sitat verir. Həmişə cəhd etdin, həmişə məğlub oldun. Olsun, yenə cəhd et, yenə məğlub ol. Daha yaxşı məğlub ol. Nədənsə həmin sözlərin Samuel Beckett'ə aid olmadığını düşünürdüm. Bir dəfə qeyd dəftərlərimi vərəqləyib yazdığım bir cümləyə rast gələndə statları niyə qarışdırdığım özümə də məlum oldu. Rastlaşdığım cümlə döyüş sənəti cüdonun yaradıcısı Kano Jigoronun sözləri idi. Əgər 7 dəfə yıxılsan, 8-ci dəfə qalx. Bundan söz salmağım əbəs deyildi. Hazırda haqqında danışacağım şəxs də Kano Jigoronun bu sözlərini özünün həyat şüarına çevirmiş insandır. Jean-Claude Camille François Van Warenberg'in bioqrafiyası ilə tanış olanda bunun şahidi olursan. Jean-Claude Camille François Van Warenberg. Azərbaycanda və təkcə Azərbaycanda deyil, dünyanın hər yerində bu adı Jean-Claude Van Damme kimi tanıyırlar. Vaxtilə bizim ölkədə onun çoxsaylı pərəstişkarı vardı. İndi əvvəlki qədər olmasa da, pərəstişkarları yenə var. Bir vaxtın Azərbaycan gəncliyi üçün Van Damme ikon idi, kumir idi. Neçə Azərbaycan gənci məhz Van Damme'dan ilhamlanaraq idman dərslərinə yazılır, döyüş sənətlərini öyrənməyə çalışırdı. Şəxsən özüm uşaqlıq və yeniyetməlik illərində bunun şahidi olmuşam. Van Damme nəinki gənclərin, eləcə də uşaq və yeniyetmələrin idmanı sevməsi üçün böyük bir səbəb idi. Bu sahədə uğur qazanmış neçə insan var ki, onların ilham mənbəyi məhz Jean-Claude Van Damme olub. 1960-cı ilin 18 oktyabr tarixində Belçikanın paytaxtı Brüsseldə Berxemsen-Agat bölgəsində anadan olan Jean-Claude Camille uşaqlıqda arıq və çəlimsiz olduğu üçün atası 10 yaşından onu idmana yönəldir. 1970-ci illərdə Brüsseldə döyüş sənətləri və idman ustası Claude Getz karate klubu açmışdı. Sonralar bu klub Milli Karate Mərkəzi adını alacaqdı. Jean-Claude da bu kluba yazılır və dərslər alır. Onun Claude Getz ilə buradan başlanan müəllim-şagird münasibəti sonralar dostluğa çevrilir. Getz'in klubu müxtəlif beynəlxalq yarışlarda da iştirak edirdi. 1979-cu ildə keçirilən belə yarışların birində Jean-Claude Van Warenberg'in klub tərkibində keçirdiyi döyüş həlledici olur. Klub Avropa çempionu və Ümumdünya Kickboks Təşkilatları Asosiasiyasında vitse-çempion titulunu qazanır. Qeyd edək ki, Shotokan karate və kickboksing üzrə peşəkarlaşan, Shotokan karate üzrə qara kəmərə sahib olan Jean-Claude'un idman bioqrafiyası haqda məlumatlar olduqca azdır. Bu azsaylı məlumatların birində Jean-Claude'un Muay Thai döyüş sənəti ilə də məşğul olduğu qeyd edilir. Amma bu danılmaz faktdır ki, bu zəif, arıq, çəlimsiz uşağı Məksik Claude Getz güclü, iradəli, mübariz bir insana çevirə bilir. Döyüş sənətləri ilə məşğul olduğu ərəfələrdə Jean-Claude klassik baletlə də məşğul olurdu. Jean-Claude həmin illərdə Brüsseldə müəyyən qədər tanınırdı və maddi imkanları da orta səviyyədə idi. 1975-ci ildə Mərakeş əsilli boksçu Abdel Gissi ilə tanış olur. Abdel də onu öz növbəsində qardaşı Muhammed Gissi ilə tanış edir. Onlar dostlaşırlar. Həmin ərəfələrdə Jean-Claude döyüş sənətləri üzrə aktyor kimi filmlərə çəkilmək fikrinə düşür. Bu məqsədlə dostum Muhammed Gissi ilə ABŞ-a köçmək qərarına gəlir. Qərarını ailəsinə deyəndə etirazla qarşılaşır. Valideynləri təkidlə ona getməməsini bildirirlər. Atası bunun bir yuxu olduğunu, Amerikada da milyonlarla aktyorun filmlərdə rol almaq istəyib buna nail ola bilmədiyini də əsas gətirərək bu işin mümkünsüzlüyünü oğlunun nəzərinə çatdırır. Amma Jean-Claude inadından dönmür. Amerika Birləşmiş Ştatlarına köçmək istəyində israrlı olduğunu bildirir. Baxmayaraq ki, o heç ingilis dilini də düz əməlli bilmirdi. Jean-Claude buna qədər vətəni Belçikada bir filmə çəkilmişdi. Rejissor Andre Delvau'nun 1979-cu ilə çəkdiyi, baş rollarında Marie-Christine Barrault və Rutger Hauer'in oynadığı
Canavar və İt arasında qadın filmində epizodik rol almışdı. Lakin məqsədi Amerika Birləşmiş Ştatlarına getmək və aktyorluq karyerasına orada davam etmək idi. 1982-ci ildə Jean-Claude dostu Muhammed Qissi ilə Amerikaya yollanır. İngilis dilini demək olar bilməyən, cibində isə çox az pulu olan Jean-Claude'u uğur Amerikada hava limanında qarşılamır. Bu uğuru tapmaq üçün gah gecə klubunda mühafizəçi, gah xalça təmizləyən, kuryer, cangüdən, gah da sürücü peşələrində çalışmalı, xeyli tər tökməli olur. Tanınmış döyüş ustası aktyor Chuck Norris ilə tanışlığı da Jean-Claude'un həyatında ciddi dönüş yaratmır. Yeri gəlmişkən, biz indi Jean-Claude'a rahatlıqla Van Damme deyə bilərik. Çünki məhz bu vaxt o özünə Van Damme təxəllüsünü götürmüşdü. 1985-ci ildə rejissor Corey Yuen'in Geri çəkilmə, təslim olma filmində oynadığı əsas mənfi xarakter Rus karateci Ivan Krashinski rolu da ona gözlənilən uğuru gətirmir. Həmin vaxtlarda restoranların birində Cannon Group film şirkətinin sahiblərindən biri olan rejissor və prodüser Menahem Golanla rastlaşır. Van Damme tərəddüd etmədən onun qarşısına keçərək öz idmançı məharətini göstərir. Golan əvvəlcə ona dəli kimi baxsa da, Van Damme'a öz vizit kartını verir. Ancaq bu vizit kartı da dərhal vəziyyəti dəyişmir. Van Damme Golanla xeyli müddət sonra görüşə bilir. Golan ona rejissor Newt Arnold'un çəkəcəyi Qanlı İdman filmində əsas obraz olan Frank Dukes rolunu təklif edir. Van Damme dərhal razılaşır. Çəkilişlərinə 1986-cı ildə başlanılan və təxminən 1,5 milyon dollar büdcə ilə çəkilən film 2 ilə yaxın Golanın rəfində ilişib qalır. Menahem Golan filmin uğur qazanacağına inanmırdı. Üstəlik, filmin ilk montaj versiyası da yaxşı vəziyyətdə deyildi. Lakin inadkar və ambisiyalı Van Damme'ı bu da yolundan döndürə bilmir. Golanın filmi onun öhdəsinə buraxmasına nail ola bilir və montajçı Karl Kresslə filmi təzədən montaj edir. Düzdür, montajı Karl Kress edirdi, amma Van Damme'ın tövsiyələrinə uyğun olaraq edirdi. Beləliklə film tamamlanır və kinoteatrlara buraxılır. Nəticə gözlənilməz olur. Qanlı İdman 1988-ci ildə özünə xeyli tamaşaçı toplayır və beynəlxalq uğur qazanır. Film kassadan 50 milyon dollar gəlir gətirir. Həmin ildən Van Damme'ın uğurlu karyerası başlayır. Van Damme özünə qədər çəkilən döyüş filmlərindəki həmkarlarından bir sıra xüsusiyyətləri ilə fərqlənir. Onun filmdə yaratdığı obrazlar başqa filmlərdə rol alan digər döyüş sənətləri ustalarından fərqli olaraq daha az qəddar, daha az sərt idi. Jean-Claude'un ekrandan nümayiş etdirdiyi fiziki bacarıqları daha yumşaq və daha estetik təsir bağışlayırdı. Az qala hər filmində nümayiş etdirdiyi ayaqlarını yana açmaq hərəkəti əksər tamaşaçıların xoşuna gəlirdi. Bizim split ya da şpagat adlandırdığımız bu hərəkət Van Damme'ın bir növ imzasına çevrilir, ona unikal üslub qazandırır. Filmlərindəki döyüş səhnələrinin xoreografiyası ilə fərqlənən Van Damme obrazlarında zərifliklə vəhşiliyi mükəmməl şəkildə birləşdirməyi bacararaq Amerika döyüş filmlərində yeni bir estetik üslub yaradır. Van Damme'ın karyerasının ən uğurlu illəri 1988-1994-cü illər arasıdır. 1994-cü ildə Van Damme rejissor Peter Hyams'ın Time Cop, yəni Zaman Polisi filmində Max Walker rolunu ifa edir. Film dünya üzrə 100 milyon dollar gəlir gətirir. Bu Van Damme'ın baş rolda oynadığı filmlər arasında ən çox gəlir gətirən film olur. Bu filmlə Amerika Birləşmiş Ştatlarında karyerasının ən böyük uğurunu qazandığı və dünyanın ən məşhur döyüş filmi aktyorlarından birinə çevrildiyi bir vaxtda Van Damme təəssüf ki, narkotika qurşanır. Həmin dövrdə bir neçə filmə çəkilsə də istənilən uğuru qazana bilmir. Bəziləri isə tamamilə uğursuz olur. Bu uğursuzluq onu şəxsi həyatında da müşayiət edir. Bir neçə dəfə ailə həyatı quran Van Damme uçuruma yuvarlandığı ərəfələrdə evli olduğu qadın tərəfindən də tərk edilir.
Səhhəti gündən-günə pisləşən Van Damme psixoloji problemlər də yaşayır. İş o yerə çatır ki, məhkəmə vəziyyətinin təhlükəli olduğunu nəzərə alaraq ona oğlu ilə görüşməyi də qadağan edir. Həyatının bu qaranlıq dövrlərində Van Damme karyerasına fasilə verib narkotik asıllığından sağalmağı qarşısına məqsəd qoyur. Əfsanəvi döyüş ustası Kano Jigoronun "Əgər 7 dəfə yıxılsan, 8-ci dəfə qalx" sözləri onun üçün həyatında əsas devizə çevrilir. Müsahibələrinin birində bu sözlərin onun həyatında böyük bir əhəmiyyətə malik olmasını vurğulayan Van Damme həmin ağır dövründə iki insan tək qoymur. Bunlardan biri onun müəllimi, məşqçisi Claude Gates, digəri də 1986-cı ildə evlənib, sonralar boşandığı xanımı Gladys Portugesidir. Onlar Van Damme'ın sağalıb normal həyatına dönməsi üçün əllərindən gələni edirlər. Şübhəsiz burada əsas iş Van Damme'ın və onun dəmir iradəsinin üzərinə düşürdü və o, iradəsi ilə bunun öhdəsindən gəlməyi bacarır. Mənim yeganə arzum məşhur olmaq idi. Amma sonra başa düşdüm ki, bu elə də xüsusi bir şey deyil. Bu Van Damme'ın sözləridir. Həmin qaranlıq dövrləri haqda danışanda Van Damme həm də bunları deyir. Narkotiklər sənin həyatına hər şeyə sahib olduğun anda daxil olur. Mən çirkaba çevrildim. Həm fiziki, həm də mənəvi cəhətdən. Amma bundan qurtulmaq üçün öz daxilimdə güc tapdım. 2008-ci ildə rejissor Məbruk Əlmeşri JCVD adlı filmini çəkir. Filmdə Van Damme özünü canlandırır. Bu filmi Van Damme'ın qismən avtobioqrafik filmi də saymaq olar. Filmdə öz adı ilə çəkilən Van Damme üçün bu film həm də geri dönüş idi. Əvvəlki filmləri kimi çoxlu tamaşaçı toplaya bilməsə də, bu film bir sıra tənqidçilərdən müsbət rəylər almışdı. Bəzilərinə görə burada yaratdığı obraz onun aktyor kimi ən təsirli ifasıdır. Razılaşmaq olar. Van Damme'ın özünün də dediyi kimi, mən etdiyim hər şeyə ürəyimi qoyuram. Çünki sevgi olmadan nə dürüstlük var, nə də uğur. Necə deyərlər, qızıl sözlərdir. Çünki uğur təkcə məşhurluq, tanınmaq, sevilmək deyil. Uğur bir gün yanlışlıqla yuvarlandığın girdabdan qalxmağı bacarmaqdır. Buna isə sevgi ilə, sevginin gücü ilə nail olmaq olar. Biz də sizə, sizi girdablara düşməkdən qoruyan, zirvələrə aparan sevgilər diləyirik. Salamat qalın.